Bugün öyrənəcəyik müxtəlif cinsli qoşa saitli sözləri. Ümumiyyətlə bilirik ki, qoşa saitli sözlər iki yerə ayrılır. Eyni cinsli qoşa saitli sözlər və müxtəlif cinsli qoşa saitli sözlər. Müxtəlif cinsli nədir? Əgər məsələn, səadət sözünü qeyd edək. Ənən A. Ənən A saiti qoşa saitdir. Yəni, niyə qoşa sait deyirik? Çünki iki sait yan-yana gəlib deyə biz buna qoşa sait deyirik. Amma müxtəlif cinsli deyirik. Niyə? Çünki saitlərdən biri Ədir, biri Adır. Xatırlatmaq üçün qeyd edək ki, məsələ təbii sözü, təbii. Burada da qoşa sait var. Elə deyil, 2 dənə i saiti işlənmişdir. Bu da qoşa saitli sözdür. Niyə? Çünki 2 dənə sait yanaşı işlənib. Amma biz buna müxtəlif cinsli demirik. Ona görə ki, saitlərin ikisi də eyni olduğu üçün buna eyni cinsli qoşa saitli söz deyirik. Amma 2 sait yanaşı gəlsə və onlardan biri başqa sait olsa, digəri başqa sait olsa, biz ona müxtəlif cinsli deyirik. Müxtəlif cinsli qoşa saitli sözlərdə bir neçə qaydamız var ki, onlara diqqət eləmək lazımdır. Birinci əsas qaydamız, biz çalışmalıyıq ki, hərfləri yadda saxlayaq. Əslində bu da çətin deyil, çünki sözlərlə yadda saxlamaq olur. A-la i yanaşı işlənsə, yəni saitlər. İ saiti ilə A saiti, ə-lə i, i-lə ə, u-lə i, i-lə u. İ-lə o və s. Əsasən bu saitlərimiz əgər yanaşı işlənibdirsə də, bu zaman hansı qaydanı yadda saxlamalıyıq? Bilməliyik ki, tələffüz zamanı bu saitlərin arasına tələffüz edən zaman bu saitlərə y əlavə olunur, y samiti əlavə olunur. Yəni səs artımı hadisəsi baş verir. Məsələn, A, ilə. Burada A ilə i yanaşı işlənibdir. Tələffüz zamanı A, ilə formasında tələffüz edilir. Və yaxud da başqa nümunə, yəni sözləri misal çəkə bilərik. Radio. İ ilə o yanaşı işlənibdir. Tələffüz zamanı radio formasında y səsi artırılır və səs artımı hadisəsi baş verir. Və yadda saxlamaq lazımdır ki, A ilə i saiti yanaşı işlənən zaman y artırmaqla yanaşı həmçinin A saitində uzun tələffüz etməliyik. Birinci qaydamız belə oldu ki, əgər müxtəlif cinsli bu saitlər yanaşı işlənərsə, tələffüz zamanı onların arasına y samiti artırılır. Yəni səs artımı hadisəsi baş verir. Bəs istisna varmı? Bəli. Riayət sözündə baxmayaraq ki, i ilə a yanaşı işlənibdir, burada y tələffüz zamanı y səsi artırılmır. Olduğu kimi qalır, riayət. Yəni, burada səs artımı hadisəsi baş vermir. Y-nı biz tələffüz zamanı bu sözdə y-nı artırmırıq. Riayət olduğu kimi qalır. Eyni zamanda müşayiət sözü. Burada da i ilə ə yanaşı gəlib, elə deyil, amma tələffüz zamanı i düşür. Bunun da tələffüzü belə olur. Bunları yadda saxlayaq. Daha sonra müxtəlif cinslərdə ikinci qayda nədən ibarətdir? İkinci əsas qaydamızda isə yadda saxlayın ki, əgər biz nə zaman i artırırdıq? Harda müxtəlif cinsli yanaşı gələnlər saitlərin hansında yanında i varsa, təbii ki, qeyd etdik ki, istisnalarımız var. Yanında i varsa, y artırıq. Əgər müxtəlif cinsli sait yanaşı gəlsə və onların o həmin saitlərdən biri i deyilsə, o zaman həmin saitlər olduğu kimi qalır. Məsələn, a ilə u yanaşı gəlsə, ü ilə ə yanaşı gəlsə, ə ilə a yanaşı gəlsə, a ilə ə yanaşı gəlsə və s. Yəni, i olmayanlar. Yanaşı gələndə sözlər olduğu kimi qalır. Məsələn, zaur sözünü yazaq, zaur. A ilə u yanaşı gəldi. Burada bu saitlər olduğu kimi qalır. Və yaxud da müəllim sözündə. Tələffüz forması olduğu kimi qalır. Səadət sözünü burada qeyd eləmişdik. Həmin bu ikinci qaydaya aiddir, səadət sözü. Tələffüz forması
olduğu kimi qalır. Yəni saitlər olduğu kimi də o olur. Və yaxud da müalicə sözünü qeyd edək. Ü-lə A yanaşı işlənib. Burada da olduğu kimi qalır. Və s. belə sözlər qarşınıza çıxa bilər. Yadda saxlamaq lazımdır ki, yanında i olmayan, yəni verilən müxtəlif cinsli saitlərdən biri i deyilsə, o zaman yanaşı gələn müxtəlif cinsli saitlərin hər ikisi olduğu kimi qalır. Və burada digər qaydamız, belə deyək də, sonuncu qaydamız ondan ibarətdir ki, mürəkkəb sözlər qarşınıza çıxa bilər, mürəkkəb sözlər. Və mürəkkəb sözlərdə də iki sait yanaşı işlənə bilər. O sözlər hansılardır? Məsələn, bacıoğlu, dayıoğlu, əlaçıq, əmioğlu, biboğlu və s. Bu kimi sözlərdə bəs hansı hadisə baş verir? Burada deyəcəksiniz ki, bəs necə olur? I-lə o var, o var, i-lə a var. Olduğu kimi qalır və yaxud da arasına y daxil olur. Xeyr. Bunlarda hansı hadisə baş verir? Bilirik ki, bu mürəkkəb sözlərdir. Bacı ilə oğlu sözü birləşib, dayı ilə oğlu sözü birləşib, əli və açıq sözləri birləşibdir. Belə olan zaman birinci sözün sonundakı, yəni bu qoşa saitlərdən birincisi tələffüzə düşür və heç bir uzanma halı da baş vermir. Bu olur belə. Bacıoğlu. Daha sonra dayıoğlu. Əlaçıq. Sondakı q da x kimi tələffüz olunur. Yəni bunun saitə aidiyyatı yoxdur. Müxtəlif cinsi qoşa saitli sözlər haqqında bu qədər.